Salam əziz izləyicilər. Bu gün də yeni proqram olaraq qarşınızdayıq. Bu gün növbəti qonağımız Bir İdeya Şounun Səbinə Baxışdır. Səbinə xanım, xoş gəlmisiniz. Salam, mən də hər kəsi salamlayıram. Təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. Düşünürəm ki, bu gün də fərqli-fərqli suallarla qarşınızda olacağıq. Mən əminəm ki, bu proqram da hər zaman olduğu kimi baxımlı olacaqdır və sizin zövqünüzə uyğun olacaqdır. İlk sualımız sizə maraqlıdır. Səbinə Baxış kimdir? Belə izah eləyim, belə deyim də. Səbinə Baxış hər zaman sözünü hər yerdə deyən, mübahisəni sevməyən, mübarizəni sevən, qalibiyyəti sevən bir xanımdır. Bir izləyicimiz yazıbdır ki, maraqlıdır. Bir müğənni olaraq məşhurluq yoxsa rahat həyat seçmisiniz? Mən belə izah eləyim də, hər bir xanım istəyər ki, rahat yaşasın. Yəni məşhurluq hər zaman ola bilər. Bu gün elə blogerlərimiz var, müğənni deyillər, amma məşhurdular, tanınırlar. Mən yəni onu sırf məşhurluq üçün seçməmişəm bu sənəti. Yəni rahatlığım üçün seçmişəm. Belə bir sual verim cavabınızın qarşısında. Maraqlıdır. Rahat həyat üçün məşhur olmaq önəmlidirmi? Rahat həyat yox. Məşhur olmaq önəmli deyil. Özünü düzgün nümayiş elətdirəndən sonra, yəni ehtiyac deyil məşhur olmağa. Sizcə sizi irəli aparan səsinizdir yoxsa görünüşünüz bir müğənni olaraq? Belə deyim də, yəni hər ikisi önəm daşıyır. Mənim üçün, bəlkə də bəzi müğənnilər üçün görünüş daha çox önəm daşıyır ki, mənim görünüşüm var, mən tez bir zamanda sevilərəm. Yəni kütlə məni sevər, xalq məni istəyər. Bəzən elədir də, görünüş daha önəm daşıyır. Bəzən səsə önəm verirlər. Mən elə düşünürəm ki, məndə hər ikisi də var. Görünüşüm və səsim. Hər ikisi məndə var. Bir sual da verim sizə. Bir xanım müğənni üçün açıq-saçıq geyim önəmlidirmi onun tanınmasında? Mən indi onu desəm ki, yəni başqa cür bəlkə də məni başa düşərlər, amma mən hər kəsin bilirsiniz öz fikri var. Belə deyim də, bəzən elə müğənnilər var ki, istəyərək geyinirlər o geyimi. Bəzən elə müğənnilər var ki, istəmədən geyinirlər, baxır. Amma mənə elə gəlir ki, yox, məşhur olmaq üçün açıq geyməyə ehtiyac yoxdur. Sənət açıq geyinməklə göstərilmir. Səminə xanım, bir izləyicimiz yazıbdır ki, heç bunu bacarmaram deyib ağladığınız an olubdurmu? Mən elə fikirləşirəm ki, belə deyim də, yəni biz istəsək hər şeyi bacararıq. Qadınlar çox möhkəm və güclü olurlar. Amma ki olub, nə yalan deyim, yox, elə mən nə deyirəmsə bacarıram, bu olmalıdır, bacarmışam, yox. Bəzən elə bir an olub ki, özümü gücsüz hiss eləmişəm, yəni hazırlaşıram bu şeyə, bu olacaq. Amma yəni bu dəqiqə olmur da, alınmır. O, bilmirəm necə, mənə psixoloji təsir eləyir, nədir? Eləsində mən çox kövrəyəm, ola bilər. O da bir tərəfdən olub, ağladığım olub. Ən son nə zaman ağlamısınız? Dünən axşam. Nə üçün? Xoşbəxtlik göz yaşları. Belə deyim də. Təkərdim, Artıq sevinirəm, artıq uğurlarımı görürəm. Sevinirəm və mən bacardım, deyirəm, ağlayıram. Səminə xanım, Rəcali adlı bir izləyicimiz yazıbdır ki, maraqlıdır. Efir üçün susmaq məcburiyyətində qaldığınız bir mövzu varmı? Yox, yoxdur. Heç vaxt efir üçün nə susmaram, nə də efir üçün çıxış eləmərəm. Özüm necə bilirəmsə, necə istəyirəmsə, elə də çıxış eləyərəm. Yoxdur. Özünüzə güvənirsiniz də. 100%. Səbinə xanım, maraqlıdır. Bu sektorda təmiz qalmaq mümkündürmü? Gözəl sualdır əslində. Bəli, əlbəttə ki, mümkündür. Belə deyim, nəinki bu sektorda, hər yerdə, hər sənətdə, yəni insanın özünün öz xarakteri olmalıdır, öz düşüncəsi olmalıdır. Yəni bəzən misal üçün deyirlər, müğənni oldunsa, üzr istəyirəm belə, böyüklərimizdən bizi izləyirlər, balacalarımızdan soyunmalısan. Sənin arxanda böyük dəstəkçin olmalıdır, bu olmalıdır. Bunlar hamısı yəni boş şeylərdir. Filan yolları keçməlisən bu sənətə gəlmək üçün, tanınmağın üçün. Yalan söhbətdir. İnanın səmiyyətimə, mən bunu tam səmimi deyirəm.
Yəni bəzən adicə baxırıq da, indi sosial şəbəkələrdə oluruq. Keçən səfər bir insan qarşıma çıxıbdı, orada ustadır. İş görə-görə, yəni mahnı oxuyur. Ondan sonra Zahir Baxşəliyevin verilişində bir xanım var idi. Efirə qonaq idi. Təzədən sonra onu kəşf elədilər. Gözəl bir səsi var idi. Səhv etmirəmsə, kartof təmizləyə-təmizləyə oxuyurdu. Bəli, bəli. Necə gəldi bu sektora? Sənətinlə, mədəniyyətinlə, xanımlığınla. Deməli, olar. Olar. Bir izləyicimiz yazıbdır ki, Səbinə xanım, hamamda mahnı oxuyanda səsiniz mikrofonlu kimi çıxır, yoxsa normal? Hamamda səs ümumiyyətcə necə çıxır? Mikrofona ehtiyac olur ki. Yox, ehtiyac olmur mikrofona. Belə yox olur, çıxır. Oxumuşam, inanırsınız ki, oxumuşam. Hamamda da oxumuşam. Özüm üçün zümzümə eləyə oxumuşam. Bir də yorum atam deyir, ay ki, uşaq anası. Çıx görək baxmam. Səsimi götürüb bütün məyləni olub. Ən son nə zaman oxumusunuz? Ən son demək olar ki, valla bəlkə də yenə heç kim səmiyyətimə inanmaz. Belə üzr istəyirəm mərkəzdən. Hər hamama girəndə oxuyuram. Səbinə xanım, bir qadın olaraq xəyanəti bağışlamaq olar, yoxsa bitdi? Xəyanəti? Yox, olmaz. Mən elə düşünürəm ki, düzdür, hər kəsin bir fikri var. Xəyanət bir dəfə bir qadına edilirsə, deməli onun qarşısındakı insan onu itirməyə hazırdır. Onu bağışlasın, onu təkrar edəcək. Bizim elə xanımlarımız var, qəbul eləmirlər, xəyanəti bitirirlər. Bəzən elə qadınlarımız var, çoxu, misal üçün, olur da indi ailə daxili bəzən aldadılma yaşayırlar, görürlər, bağışlayırlar, deyirlər, övladlarımıza xatir olsun, hər kəsdə olur, bir gün bitəcək. Amma inanın ki, yəni bitmir. Xəyanəti bağışladınsa, o xəyanətin ardı gəlir. Ona görə də xəyanət bağışlanmaz. Səbinə xanım, sizi uşaqkən tez böyüməyə məcbur edən nə idi? Uşaqlıqda yaşadığım kasıbçılıq. Çətin həyat. Mən hər zaman özümü tanıyandan artıq da sözümü deyə biləcək yaşa gəldiyim vaxtdan mən deyirdim ki, hər şey yaxşı olacaq. Bir gün mənim hər şeyim olacaq. Bilirsiniz, bəzən bu hər şeyim olacaq sözünü insanlar başqa cür qəbul edir. Yəni pul o barədə. Düzdür, pul mütləqdir insan üçün. Kim deyir, vacib deyil, lazımdır. Amma hər şey deyil. Mən bunu bilirəm. Amma ki, mənim yaşadığım kasıbçılıq deyəndə şükür olsun. Yəni elə bir güclü də çətinliyim olmayıbdı. Valideynlərimiz hər zaman yanımızda olub bacardığı qədər. Amma ki, həmişə hər zaman özümdə deyirdim ki, bir gün bizim hər şeyimiz olacaq. Ona görə həmişə tez böyümək istəmişəm. Aylıq gəliri sizin gəlirinizdən qat-qat aşağı olan bir bəylə ailə həyatı qurarsınızmı? Buna düşünmədən cavab verəcəm, quraram. Məni tanıyan hər kəs bilir ki, mənim xarakterim budur. Mən quraram, bəli. Kasıb nə olub ki? Olsun. Fərqi yoxdur. Əsas odur ki, yəni bilirsiniz necədir? Əsas odur ailədə olsun demək də düz çıxmır, belə deyim də. Hər bir qadın istəyir ki, yanında, arxasında bir insan olsun, bir kişi olsun. Yəni olsun da maaşı bugün aşağıdır. Elə bir vaxt gələr ki, onun maaşı məndən yüksək olar. Heç mən bugün bu sənətdə olmağıma icazə verməz. Onu qane eləyər və məni də qane eləyər, onu da oturaram evdə. Bəs icazə verməsə bu sənətdən ayrılarsınızmı? 100% gedərəm. Bəli. Gedərəm. Yəni sevgiyə görə sənətinizi qurban verirsiniz. Bəli. Sevgi gözəl nemətdir. O hər kəsə qismət olmur, nəsib olmur. Allah onu yaşatsın bizə. Bəli. Sizcə sizə ən çox paxıllıq edənlər kimlərdir? Sizi tanımayan insanlar, yoxsa yaxınlarınız? Çox gözəl bir sualdır. Mən buna çox rahat şəkildə cavab vermək istəyirəm. Deməli, əslində tanıyan insanlardır paxıllıq eləyənlər. Mən elə düşünürdüm ki, zamanla məni tanımayan insanlar qəbul eləməyəcək. Zaman çəkəcək. Amma baxıram ki, tanıdığım insanların içində daha çox qıcıq yaranır. Mənim uğuruma sevinmirlər. Mən efirə başlayanda, bu sənətə gələndə, bu işə başlayanda
belə deyim də, SMS gözlədiyim, təbrik gözlədiyim, xoş sözlər gözlədiyim insanlar oldu. Cavab vermədi. Deməli, 2 gün bundan öncə səhifəmdə paylaşmışam ifamı. Altına bir dənə mesaj oxuyuram. Mən girib izləyirəm, baxıram. Bir xanım var, adını çəkməyəcəm, yəni belə bizlə həmkar deyil. Sadəcə belə çox yaxınçılığımız olubdu. Girib gülmə smayliki atıb. Mən də baxmıram səhifəyə kimdir. Mən ümumiyyətcə bəzi yazılanlara çox vaxt cavab vermirəm. Yəni görməzdən gəlirəm, mən hər zaman da elə olmuşam. Girdim mən də o sualın altına bir kəlmə cavab yazdım ki, nəyə gülürük? Dedi, bu nə mahnıdır? Belə. Sonradan fikirləşdim ki, deməli bu insanın içində o qıcıq var. Bizim bir-birimizdən yaxşı əlaqəmiz var, yaxınçılığımız var. Bir-birimizi harda görürük, canla, başla görüşürük, salamlaşırıq, otururuq. Çox bir yerdə yəni yaxınçılığımız olub. Belə fikirləşdim, dedim, mən çoxdan müğənni olmalıydım insanları tanımaq üçün. Mən gecikmişəm. Var. Bu günlərin Ofeliya Şabalovanın mahnıları yoxsa Nüşabə Musayevanın rəqsi gündəmdədir? Bu da maraqlı sualdır və gözəl sualdır. Ofeliya xanımı da çox bəyənirəm. Səsini də, xanımlığını da, Nüşabə xanımını da. Hər iki xanımı da sevirəm. Sadəcə yəni belə izahını gətirə bilərəm də. Gündəmə gəlməyinə görə deyirsinizsə. Mən Ofeliya xanımı efirdə, hansısa bir efirdə idi, qalmaqalla gördüm. Necə, kimlənsə yəni söhbət edirdi. Bu Ofeliya xanım deyir ki, mən yoldaşımın naskısını yumuşam, lazım olar yuyaram, Əsil xanım belə olmalıdır. Yəni mən belə tanıdım birinci Ofeliya xanımı. Sonradan yəni qarşıma çıxdı, gördüm ki, yox. Yəni demək istəyirsiniz ki, Ofeliya xanım sənətə Zorab qalmaqalı ilə gəlib. Yəni sənəti yoxdur. Yox, əstəğfurullah. O sözü deməmişəm. Demirəm, deyə bilmərəm qətiyyən. Sadəcə mən elə tanımışam. Yəni Zorab ilə tanımısınız Ofeliya xanımı? Mən qalmaqalıla tanımışam Ofeliya xanımı. Amma indi yəni ifalarını görürəm, sənətini də çox bəyənirəm, maşallah olsun. Mən söz deyə bilmərəm qətiyyən. Nüşabə xanım da həmçinin Nüşabə xanım da rəqslərindən bəli gündəmdə olubdu. Lap əvvəllər, daha çox əvvəllər gündəmdə idi rəqslərindən. İndi elə bil əvvəlkinə baxanda nisbətən biraz yəni ki, artıq rəqslər yoxdur. Ola bilər ki, nən olandan sonra da belə deyil. Tam cavab almadıq. Siz ikisindən birini deməlisiniz. Tam cavab. Ofeliya. Efirdə zəng etsəniz, küllü miqdarda bir pul istəsəniz və desəniz ki, mənə ehtiyacım var, bu gün ərzində verə bilərsinizmi? Açmır telefon. Deyəsən açmayacaq. Yox, açacaq. Məşğul olduğuna görə. Mümkün deyil mənim zəngim açılmasın. Səvir. Salam Rəhim, necəsən? Sən necəsən? Bir də onu götür. Neynirsən? Mən işdə. Nura, eşidirsən məni? Çox. Haydi diğer gözlem de. Səssiz yerə keçsin özü. Alo. Alo. Əmrim, neynirsən? Eşidirsən məni? Mən qıraqdayam. Bir dənə mənə təcili pul lazımdır. Prosto bilmirəm də, səndə indi hal-hazırda o qədər olacaq, olmayacaq. Qurana and olsun. Deyim. Eşidirsən? 30 saat göndərmişsin. Hayza, nə qədər lazım ki? Mənə 1000 manat. Alo. Hay can. Bir dəqiqə. Gözlə. Karta baxma. Ayrı. Hay can. 1000 yoxdur, 1000-dən azdır. Atım. Nə qədər var?
Sən üçün 640 manat var. 600 manat göndərə Yoxsa bilər. atmışam da. Ay, problem deyil. Hə, 600 manat. Onda mən sənə kart deyəcəm, həmən adama verməliyəm. Sən bir dənə göndər də o karta, yaxşı? Mən sənə ya axşama ya sabaha qaytaracağam. Sən kart at da mənə, kart at da mənə. Yaxşı Nura, yaxşı. Öpürəm ürəyim, çox sağ ol. Sağ ol. Sağ ol. 1000 manat vermədilər. 1000 manat vermədilər. Çünki kartında 1000 manat yoxdur. 1000 manat olsa 1000 manat da verərdilər. Məncə dostu istəyirsə başqa bir şəxsdən özü borc olub o 1000 manatı verə bilərdi də. Yox, hər şey pulla ölçülmür. Dostluq pulla ölçülmür. Mən hər dəfə də dostlarıma pula görə heç vaxt zəng eləyən deyiləm, hər dəqiqə zəng eləyən deyiləm. Hər dəqiqə yığan deyiləm. Vacib olarsa, çox vacib olarsa, yəni hər zaman yığdığım rəfiqəmdir. Heç kimə demədiyiniz, amma artıq deməyə hazır olduğunuz bir sirriniz varmı? Mən ümumiyyətlə sir saxlaya bilmirəm. Yəni özümlə bağlı sual verirsinizsə sir saxlaya bilmirəm. Nə varsa, nə olursa həyatımda belə nə yenilik olsun, onu hər kəs biləcək. Nəinki bir insan. Özümlə bağlı sir saxlaya bilmirəm. Yəni elə bir sirrim də yoxdur. Həyatınızı əks etdirən bir mahnı varmı? Və o mahnını ifa edə bilərsinizmi? Var. İfa edə bilərəm. Sağım yalan, solum yalan. Gedən yalan, dönən yalan. Baxdım, gördüm, dünya yalan. Senin gibi, senin gibi. Saçlarıma rüzgar değdi. Elin gibi, elin gibi. Ben o rüzgarı tanırım. Gül kokulu tenin gibi. Bir müğənni olaraq məşhurlardan dəstək gördünüzmü? Məşhurlardan yox, məşhurlardan dəstək görmədim. Mənə dəstək olan mənim ailəm olubdu ancaq. Maddi mənəvi ailəm dəstək olubdu. Buradan da valideynlərimi salamlayıram. Atam və anam. Başqa heç kim. Maraqlıdır, bir xanım müğənni olaraq sizin maşınınızın qiyməti nə qədərdir? İndi qiymətini deyəcəm maşının. Deyəcəklər ki, yaşışır deyib. Yox, o qiymət olmaz. Nə bilim. Olduğu kimi deyəcəm də. Yəni ki, nə yuxarı, nə aşağı. 100 min civarında olar. Bəs nömrənizin? Kimi. Müğənni olaraq hansısa bir prodüserdən dəstək görmüsünüzmü? Və dəstək alırsınızmı? Bəli, dəstək olan prodüser var. Emil Fərman, buradan salamlayıram. Yaxın dostumdur. Çox sağ olsun. Çox böyük dəstəyi var mənə. Var olsun. Hal-hazırda da işlərimiz gedir. İnşallah tez bir zamanda yeni bir uğura imza atacağam. Belə deyim, ad çəkməyəcəm. Türkiyədə tanınmış bir müğənni var. Onunla duet hazırlaşırıq. Son olaraq dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bəlkə sonda mən bir sual verim sizə. Verin. Mənə çox maraqlıdır. Siz sənətə necə gəlmisiniz? Mən sənətə əziyyətlərlə gəlmişəm. Misal üçün əziyyətlərdən biri. Siz bilirsiniz ki, layihə rəhbəri mənəm. Yox, mən bilmirəm. Hə, yəni bilməliydiniz bura gəldikdə. Yox, mənə dəvət etmisiniz, gəlmisiniz. Mənim gəlmişəm, ehtiyacım yoxdur ki. Yox, yəni Mən maraqlanım. Hara gəldim. gəldiyiniz efirin belə deyim ki, araşdırmalısınız. Mən sizi aparıcı kimi tanımışam. Layihə rəhbəri kimi görməmişəm. Yəni o sizin səhvinizdir. Mənim səhvim deyil, siz özünüz elə tanıtmısınız. Yox, yəqin ki, bizim səhifəmizə baxmamısınız. Yaxşı baxmamısınız. Mən başlıqda bildirmişəm. Siz mənə sual verdiniz, mən də sual verim. Maddiyyat önəmlidir, yoxsa sizin əziyyətiniz? Bilirsiniz, mənim əziyyətimi heç kəs görmür. Amma bugün maddiyyatla önə gəlmişəm, artıq görürlər. Onda maddiyyatdan əziyyətim zirvəyə ancaq- çıxmaq istəyirsiniz. Üzr istəyirəm, sözünüzü kəsirəm. Mən əziyyətlə özüm gəldiyimi mənim ətrafım bilir, yaxınlarım bilir ki, əziyyətlə gəlmişəm. Amma bugün, yəni maddiyyat olmasa mümkün deyil də efirlər, bunu bilirsiniz. Yəni danmağın da mənası yoxdur. Nə qədər əziyyət olsa da maddiyyat önəm daşıyır da. Bu yəni ki, müğənni olmaq üçün, bu sənətə gəlmək üçün maddiyyat mütləqdir. Vallahi mütləqdir. Bir aparıcı olaraq sizə cavab olaraq bildirirəm ki, Buyurun. maddiyyatla tanınacaqsınızsa, heç bir zaman yaddaşda qalmayacaqsınız. Deyirsiniz, misal üçün əziyyətlə, yəni siz maddiyyatla gəlmisinizsə, belə görürəm ki, öndə olmayacaqsınız da və yaxud nə isə. Amma mən sizə bir şey deyim də, bizim elə müğənnilərimiz var əziyyətlə
gəlirlər bu sənətə, amma efirdə deyillər. Çünki maddiyyat yoxdur. Maddiyyat varsa səsi oldu, olmadı, sənəti oldu, olmadı. Çıxan müğənnilərimiz çoxdur da. Bunu sənətkarlarımız da təsdiqləyə bilər. İllərdir bu səhnədə olan müğənnilərimiz də təsdiqləyə bilər ki, yəni bu belədir. Bizim əziyyətimizi biz də görürük, bizim yanımızdakiler görür. Bizim əziyyətimizi bizi efir qarşısında izləyənlər görmür. Biz maddiyyat yəni xərcləməliyik. Biraz da olsa olmalıdır ki, efirlərdə olaq. Nailiyyətlərimizi hər kəs görsün. Yəni belə deyirəm. Mən bilirəm nə danışıram, nə deyirəm. Siz yəni bilmirəm nə demək istəyirsiniz. Mən demək istəyirəm ki, siz deyirsiniz ki, maddiyyat önəmlidir tanınmaqda, məşhur olmaqda. Mən deyirəm ki, xeyr. Yox, mən sizə sual verdim. Mənə elə gəlir ki, o icazəni sizdən aldım. Mən sizə sual verdim. Ola bilər verdiyim sual sizin xoşunuza gəlmədi. Yox, mənə çox xoşdur yəni. Yox, xoş olsa belə reaksiya verməzdiniz. Narahat olmayın, aparıcı olmayacağam mən, nə də layihə rəhbəri. Mən elə Səbinə Baxış müğənni olaraq gəlmişəm, elə belə də davam eləyəcəm. Təşəkkür edirəm dəvətiniz üçün, amma çalışın belə yəni danışmayın və belə də qonaqlarınızı qarşılamayın. Siz bu efirə baxmısınızsa bilməlisiniz ki, necə olacaq. Gəlmişsinizsə niyə çıxış edirsiniz? Mənə maraqlıdır da. Ona görə çalışın, əziz izləyicilər. Müğənniləri yaxşı tanıyın. Yəni, kameradan kənar üzlərini biz görürük, siz yox. Bu gün də bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.